Cümle salam aleyküm. Bak buradan biz aeroportu yanından təxminən bu çəkiliş yaparıq. Bu dəqiqə bak qaya başı yanar. Yani o ermənili qırılan yer deyirlər. Tüstü, duman, alov götürür. Oralar yanır. Saybalı yanar. Oradan o tərəfə də buradan baxdığımız qədər Bağmanlar, İsmail Bəyli. Oralar yanar. Bizim qəbirstanlığın o köhnə hissə deyirlər. Yəni qutaracaq hissəsində biraz yanğın var. Ama Saybalı ilə Noruzun arasında böyük yanğınlar var. Pizza deyə bax, pizza atdı İsmail Bəyli. Duman, yanğın hamısı götürüldü. Biraz araldı, biraz çəkiliş edik. Çok güclü yanğınlar orada var. Hakikaten var. O tərəf Şıbabalı Muğanlı zonaları yanar. Deməli salamlayıram sizləri qardaşlar. Bax bu bizim şəhidlər xiyabanımız. O Loğman müəllim, o Zabil. Bax buralarda elə bir yanıq yoxdur, amma bax yolun bu tərəfi bütöv tam şəkildə yanıq. Hələ də bax deməli indi bilmirəm uzaqdan o görsənmir. Bax Mərzili, Bağbanlar, İsmail Bəyli, Pirzadlı, Saybalı, təmiz. Hər yer yanır. Hər yer yanır, amma şükürlər olsun ki bizim qəbirstanlıqdan kənardır. Bax belə. Bax belə. Buralar təmiz yanıb. Bax bu da Firdevsi həkimdir. Bu da gəlib bizdən qabaq buradaydı. Bax belə bir şey. Deməli qardaşlar, bax bura qəbirstanlığın içine keçmiş alov. Sonra deməli Firdevsi həkim buradaymış. Bax onda gəlib keçiriblər. Buralar yanırdı, keçirdiler. Bir görsən yeri. Bir dənə burada, amma pajarnalar keçirib. Pajarnalar keçirib, bax keçmiş qəbirstanlığın içine. Elə bir ziyanlıq vurulmayıb, amma heç nəyə ziyanlıq dəyməyib, baxın. Heç nəyə. Pajarniklər yaxşı ki buradaymışlar, keçiriblər.